Mən Bədalova Mələk Hüseynqulu qızı Göyçay rayonu Potu kəndinə yaşayıram. Birinci qrup 50 var. 3 dənə qız kirayədə qalır. Heç sürə dolana bilmirəm. Mənim maddiyyatım, gücüm çatmır ki, onları saxlayayım. Qızım Süleymanova Gülnar Malik qızı kirayədə qaldığı üçün müraciət elədim Göyçayın icra hakimiyyətinə. Dəfələrlə getmişəm Natiq Ağayevin yanına. Məni sinəmdən basıb çölə çıxardıb. Mən istəmişəm yarım tikili evim var. Ya mənə ev ver, ya yarım tikili təmir elə. Deyib ev yoxdur, çıx çölə. Sinəmdən basıb dala qaytarıb. Mən kimə deyim dərdimi? Belə yaşayış olar. Mən necə eləyim? 3 qız arasında mənim daha maddi marağım yoxdur heç sürə. Mən dünən undan su çalıb uşağıma yedizdirmişəm, uşaqlarıma göndərmişəm. Mən neyini bu dərdi kimə söyleyeyim? Maddi yardım almıram, mənəvi yardım almıram. Qalmışam yollarda, məni icrası hakimi Natiq Ağayı sözümə baxmır. Neçə dəfə demişəm, bax bu tikili müraciət eləmişəm, bu tikili gəlin düzəldi bu uşağı.